mənə söz verdiyiniz üçün. Məncə öncə sizin bizim bayramımızı təbrik edirəm hamının. Biz bu bayramı həqiqətən də Qərbi Azərbaycanda da keçirdirdik, çox yüksək səviyyədə keçirdirdik. İndi şükürlər olsun ki, biz burada şərait yaradıbsınız. Cənab Prezidentimiz var olsun ki, bizi bir yerə yığdı. Ədalət müəllim sağ olsun, Əziz müəllim siz sağ olun ki, bizi bir topladınız. İndi hamı hər yerdən, hər bir kəndimizdən, hər bir rayonumuzdan gözəl xəbərlər deyirlər. Əzizlər, mən Əli müəllimi 25 ildir dostluq edirik və yaxşı ideyalar verirdim o vaxtlar. Onun birini deyəcəm. Mən Politexnik İnstitutunu qurtarmışam. İnşaatla Politexnik İnstitutu o vaxtı bir qapı qoymuşdular. Hamı girən də çıxan da o qapıdan bir qırğınla keçirdilər ki, gəl görəsiz. Mən Əli müəllim yadına düşdü, dedim Əli müəllim, bunu bir iynə qoyun, bir də çoxlu belə adamlar yığışsın, yəni bu iynənin gözündən görək nətər keçirlər. Bu bir neçə gündən sonra Kirpi qəzetinin jurnalı idi da, jurnalında çıxdı və o vaxt Sovetlər Birliyi idi, bilirsiniz da, bir bomba kimi partladı bu. Bütün qapıları açdılar. Hər yerdə qapı var idi. Əzbər, ancaq qapıyı açmırdılar. Bir də elə bir ki, toçlu, bir Eldar müəllim, toçlu bir iynə. Hər tərəfdən bir basa-bas olur ki, gəl oradan bir tər çıxır. Yəni, burada Əli müəllim, mən baxdım, sizin bu işlərə, əzizlərim, çox əziyyət çəkir. Bütün elimizin, obamızın o əşkədək, xalçadək, kilimdək, hamısını gördüm. Elə bil ki, məni bir neçə saatlıq öz kəndimizə apardınız. Mən o nənələrin başında çalma deyirdik biz. O çalmaları gördüm mən Əli müəllim. O səhəngləri gördüm, su səhəngləri. İnanın ki, o qədər belə işləyibsiz, Əli müəllim, gözəl işləyibsiz. Vallahi nə deyim, o qədər baxdım, orada Aşıq Ələsgəri gördüm, yox, Aşıq Talıbın həyat yoldaşını gördüm. Əsl elə bil ki, bizim kəndlərin o qoca nənələrini yadıma düşdü. O ocağın başında yığışıb, onların o nağılları yadıma düşdü. İnanın ki, Əli müəllim, çox sağ olun. Ürəyim o qədər doludur, vaxtımız azdır. Hamınıza minnətdaram. Bunu əziyyət çəkənlərə, Əziz müəllim, sizə də minnətdaram. Çox-çox gün belə bir kitabın təqdimatında hamımız iştirak edirik. Mənim çox əziz dostum Əli müəllim. Sağ ol, Əli müəllim. Sağ ol.